Yenidən İslamdan suallarla qarşınızdayıq. Xanım Zəhra, Məhəmməd Peyğəmbərin neçənci xanımından olan qızı idi? Doğru cavab 1. Əbu Zərin sürgün olunduğu yer necə adlanırdı? Doğru cavab Rəbəzə. İmam Əli əleyhissalamın təvəllüdü hansı gündədir? Doğru cavab Rəcəb ayının 13-ü. Aşağıdakılardan hansı birinə səcdə etmək səhih deyil? Doğru cavab yetişməmiş meyvə. Hansı bayramlarda oruç tutmaq haramdır? Doğru cavab Qurban və Fitr bayramında. Allah hansı zamana and içib? Doğru cavab əsr. Əkil hansı imamın qardaşıdır? Doğru cavab İmam Əlinin. Neçə suala düzgün cavab verə bildiniz? Davamı olmağını istəyirsinizsə, şərhlərdə bildirin.